Azərbaycanda kəlmə dövləti qurmağa cəhd etməkdə təqsirləndirilən daha 13 nəfərə hökm oxunub. Onlar dövlətə xəyanət, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, sui-qəsd və digər maddələrlə ittiham olunurlar. Bakı Ağır Cinayətlər Məhkəməsi iyunun 11-də onlar haqqında 10-17 il arası azadlıqdan məhrum edilmə cəzası seçib. İttihama görə Telegram messencerində təqsirləndirilənlərin olduğu Qisas adlı qrup yaradılıb və Kərimə adlı şəriət qanunları ilə idarə edilən dini dövlətin qurulması məqsədi ilə planlar müzakirə edilib. Təqsirləndirilən Mirvasid Əliyevin vəkili Bəxtiyar Hacıyev ittihamı qeyri-obyektiv adlandırıb. Digər təqsirləndirilən Elvin Cəfərovun hüquqlarını müdafiə edən vəkil Zibeydə Sadıqovanın sözlərinə görə ittihamın sübut olunmadığını hesab edərək həbs olunanların vəkilləri bəraət istəyib, lakin bu nəticəsiz qalıb. Bundan öncə də eyni iş üzrə 6 nəfərə hökm oxunmuşdu. Onlar son sözlərində ittihamları rədd edib və Azərbaycandakı dövlət quruluşundan narazı olmadıqlarını bildirmişdilər.